Məişət zorakılığı, susduqca böyüyən təhlükə, döyülmə, təhqir, psixoloji təzyiq. Bunların hamısı qanun qarşısında cavab tələb edir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi bu əməllərə görə hansı məsuliyyəti nəzərdə tutur? Zərər çəkən nə etməli, hara müraciət etməlidir? Studiyada mövzunu vəkillər Pürzə Əliyeva, Çimnaz Eyyubova, Kamilə Quliyeva, Leyla Əfəndiyeva ilə müzakirə edəcək. Cavablar qanun və icra verilişində. Qanunun dili sərtdir. Qanun hamı üçündür. Çalışın, ona riayət edin. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında. Birazdan. Şərur MTK-nın baş sponsorluğu, Cihan Seylon çaylarının Woodsoft Mebel evinin sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şri-Lanka gəlir və Şri-Lankanın Cihan Doğazal çayları artıq ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur. Woodsoft artıq 3 ildir peşəkar mebel istehsalı ilə xidmətinizdədir. Restoranlar, obyektlər, evlər və villalar üçün xüsusi dizayna uyğun mebellər hazırlayırıq. Siz modeli seçirsiniz, biz isə onu zövqünüzə və interyerinizə uyğun şəkildə gerçəyə çeviririk. Premium yumuşaq mebel, mətbəx və kabinet mebeli, restoran və obyekt dizaynı, ev və villalar üçün fərdi interyer mebeli, rəng, ölçü və dizayn tam sizin seçiminiz, yüksək keyfiyyət və uzun ömürlü materiallar, müntəzəm endirimlər, Woodsoft, hər bir detalda təbiilik və rahatlıq. Salam, hörmətli tamaşaçılar, qanun və icra proqramı olaraq biz yenə sizinlə. Bugünkü mövzumuz çox maraqlı mövzulardan biridir. Belə ki, vətəndaşların çox saylı zənglərinə uyğun olaraq bugünkü mövzunu seçməkdə məqsədimiz ondan ibarətdir. Bugün cəmiyyətimizdə məişət zorakılığına məruz qalmış insanların hüquqları ilə bağlı və məişət zorakılığının aradan qaldırılması ilə bağlı məhkəmə müstəvisinə həll olan məsələlərin təhlil etmək üçün çox dəyərli ekspertlər dəvət etmişik. İlk öncə dəyərli ekspertlərimizi sizlərə təqdim edin, sonra biz mövzumuza qayıdacağıq. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Kamilə xanım Quliyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Pürzə xanım Əliyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Çimnaz xanım Eyyubova və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Leyla xanım Əfəndiyeva. Hörmətli tamaşaçılar, bugün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 4 əməkdaşını, 4 Vəkillər Kollegiyasının üzvünü dəvət etməkdə məqsədim ondan ibarətdir ki, bugün məişət zorakılığına məruz qalan cəmiyyətdə bir mənalı olaraq qadınlar başa düşülür. Amma sadəcə olaraq bu belə deyildir. Ona görə də mən hesab edirəm ki, bugün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, əlimizdə olan Cinayət Məcəlləsinin, operatoruna xahiş edəmiz yaxından göstərsin. Cinayət Məcəlləsinin 313-cü maddəsinin işgəncə ilə bağlı, işgəncəyə məruz qalan şəxslərin istintaq və tədqiqat orqanlarına araşdırılıb və bu şəxslərə qarşı zorakılıq, işgəncə vermiş şəxslərin hüquq qarşısında cavab verməsi ilə bağlı dispozisiyasını və sanksiyasını təhlil edəcəyik. Eyni zamanda Azərbaycan Respublikasının
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 158-ci maddələrini əhatə edən maddi hüquq normaları ilə bağlı məişət zorakılığına məruz qalmış şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı bu günləri çox dəyərli ekspertlərimizdən belə deyək ki, bu iki maddi hüquq normalarını həm dispozisiyasını, həm sanksiyasını təhlil edəcəyik. Çimnaz xanım, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür Hər bir edirəm. xanımıza öz dəyərli vaxtını ayırıb gəldiyinə görə minnətdarımı bildirirəm. Bugün cəmiyyətdə sizlərə və mənə çoxlu ərizə və şikayətlər ünvanlanır ki, mən ailə üzvü olaraq bəzən valideynlər, bəzən evladlar, bəzən təzə gəlmiş gəlinlər və digər formada işgəncəyə məruz qalır və məişət zorakılığına məruz qalan şəxslərin hüquqların müdafiəsi ilə bağlı mən istədiyim fikrimi öz aparaq. Buyurun. Deməli, cəmiyyətdə yaranmış insanlar arasında, o cümlədən qohumlar arasında yaranmış münasibətlərin və cinayət xarakterli və sair xarakterli, o cümlədən məişət xarakterli yaranmış münasibətlərin tənzim olunması üçün Azərbaycan Respublikasının qanunu qəbul olundu 2010-cu ildə. Məişət zorakılığının qarşısının alınması haqqında qanun. Və eyni zamanda bu qanunda zorakılığın bir sıra növləri nəzərdə tutulur. İqtisadi zorakılıq, fiziki zorakılıq, psixi zorakılıq və s. Və eyni zamanda nəzərinizə çatdırılması ilə ki, o cümlədən demək olar ki, tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, bu məişət zorakılığı ilə bağlı olan qanun pozuntuları əsasən ailə daxili münasibətlər zəminində yaranır. O cümlədən yəni ata, ana, uşaqlar, ondan nənə, baba və s. qohumların arasında yaranır. Və bununla da bağlı təkcə bizim məişət zorakılığı haqqında qanun demək olar ki, bizə təkcə Azərbaycanda deyil, bütün dünyanın inkişaf etmiş ölkələrində də var. Və eyni zamanda bizim qanunları da milli müəyyən adət-ənənələrimiz, yəni milli fondumuza məxsus olan xüsusiyyətlər nəzərə alınmaqla beynəlxalq qanunlara inteqrasiya olunması və bunun ətrafında bizim bir sıra dövlət orqanları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri Komitəsi, Müvafiq İcraiyyə Komitələri, eyni zamanda digər qurumlar, hətta tərbiyə təhsil ocaqları da bu işlərlə məşğuldur. Təbii ki, biz hüquqşünasların da üzərinə müəyyən bir vəzifələr qonur ki, biz bunu hər zaman bizə müraciət edilən şəxslərə o qanunu düzgün, dolğun onların hüquqlarının müdafiəsində yerinə yetirə bilək. Bax, bizim məqsədimiz ondan ibarətdir ki, bu günləri qanunvericiliyin və onun dispozisiyasına və sanksiyasına bağlı fikir mübadiləsi aparaq. Kəmrə xanım, biz və siz və bizi əhatə edən insanlar işgəncə, döymə və bu və digər formada istiraf vermənin əleyhinəyik. Mən bir aparıcı kimi, bir ziyalı kimi hər zaman bu efir arxasında söyləmişəm və mavi ekranların arxasında bizi dinləyən şəxslər də bilsin ki, biz ümumiyyətlə zorakılığın əleyhinəyik, döymənin əleyhinəyik. Əgər bir insan ki, danışıqla öz məsələsini həll edə bilmirsə, artıq o hüquq müsafidə məsələsini həll etməlidir. Buyurun. Çox sağ olun, Əkbər müəllim. Dəvətinizə görə də təşəkkür edirəm. Verilişimizə də uğurlar arzulayıram. Çox sağ olun, minnətdaram. Bilirəm ki, yenidir, bir neçə dəfə efirə gedib. Demək, bugünkü mövzu da məişət zorakılığına bağlı. Düşünürəm ki, aktual bir mövzudur. Bununla bağlı hörmətli Çimnaz xanım da qeyd elədi ki, hələ 2010-cu ildə məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanunu qəbul olunub və ondan sonra da bunun tənzimlənməsi həm İnzibati Xətalar Məcəlləsində, əgər məişət zorakılığı, məişət zəminində baş vermiş zorakılıqlar, əgər xətadan artıq orada biraz ictimai təhlükəlilik dərəcəsi artarsa, cinayət qanunvericiliyi ilə tənzimlənir. Mən bir şeyi diqqətinizə çatdırmaq istəyirəm. Yəni, məişət zəmininə deyəndə ilk əvvəl mən dinləyən tamaşaçılara nəyə aydınlaşdırmaq istəyirəm? Yəni, məişət deyəndə biz artıq məişət sözünün mənası bir ailə ortamı, ev ortamı, həyat tərzindən söhbət gedir. Qohumlar, hətta yaxın qohumlar və yaxın qohumlar arasında yaranan ixtilaflar, münaqişələr nəticəsində yaranmış zorakılıqlardan gedir. Bu, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanununda həmin şəxslərin dairəsi müəyyən olunub. Yəni, kimlərdir? Mən bunu niyə görə deyirəm? Çünki ictimai yerdə, tutaq ki, iş yerində bir münaqişə baş veribsə, bu məişət zorakılığı deyil bu. Artıq bu başqa qanunvericiliyə tənzimlənir. Yəni, xulqanlıq ola bilər. Məsəl üçün deyirəm, amma məişət zəminində dedikdə orada ailə ortamı gedir, ər-arvad, uşaqlar, valideynlər, bacı qardaşlar, övladlığa götürülənlər, qəyyumluğa götürülənlər,
hətta nikah münasibətində olmayan kişi və qadın və onların yaxın Yəni qohumları olmaz ər-arvad münasibətində ər-arvad olanlar. münasibətində olublar, onların yaxın. Yəni söhbət ondan gedir ki, bu mövzu, yəni məişət zəminində zorakılıq deyəndə bir ortamda, ailə ortamında, ev ortamında münaqişədən gedir söhbət. Və bu münaqişə nəticəsi, bu demək siz qeyd elədiniz, inzibati xətalar məcəlləsində bəli 157-ci maddədə var döymə və bir şəxsin bir şəxsin digər şəxsə fiziki ağrı, bu və ya digər formada fiziki ağrı yetirməsi. Bu məişət zorakılığının bir formasıdır, yəni fiziki ağrıdan gedir söhbət. Bununla bağlı sanksiya nəzərdə tutulubdur. Bu inzibati xətadır. Bir də var digər məişət zəminində baş vermiş zorakılıq, bu da psixi zorakılıqdır. Psixi zorakılıq, yəni bir şəxsin zərər çəkmiş şəxsə psixoloji, psixi təzyiq göstərməsi, gərgin psixi şəraitdə onu saxlaması, təzyiq altında saxlamasına yönəlmiş hərəkətlərdir. Yəni bu da artıq elə bir situasiya çatdırır ki, zərər çəkmiş şəxsi, yəni bu qanunvericilik var hamısı, məişət zorakılığının qarşısını almasına dair qanun da məhz zərər çəkmişin hüquqlarının qorunmasına yönəlilibdir. Nədir bu? Orada göstərilir ki, yəni qohumlar arasında, yəni əvvəl məsələn ər-arvad olmuş, hal-hazırda yenə ailədilər, ər-arvaddılar. Aydındır. Qohumlar, qaynata, qaynana bu şəxslərin bu qohumluq münasibətindən istifadə eləyərək bir-birinə təsir göstərilməsi. Nə demək istəyirəm, hörmətli Əkbər müəllim? Yəni biz burada bu verilişdə ən çox çalışırıq, düzdür, qanunvericiliyin nə təsbit olunur, bu hansı cəzalar göstərilir şəxslər. Mənə elə gəlir ki, bizim təbliğatımız, verilişimiz daha çox bu baş verməsin. Əslində bu baş verir, yəni məişət zorakılığı baş verməsin. Verəndən sonra artıq təbii ki, bu qanun onu tənzimləyir, cəzalar da nəzərdə tutulubdur. Firuzə xanım, ümumiyyətlə siz icra məmuru işləmişsiniz. Özü səhv eləmirəmsə propasiya ilə bağlı məsələlərdə. Ümumiyyətlə qısa və uzun müddətli orderlərin verilməsi ilə bağlı və yaxud da belə deyək ki, icraatınızda belə münaqişəli ailələr olubmu? Bəli, əvvəla hər kəsi salamlayıram, təşəkkür edirəm yenə sizə. Həmişəki kimi mövzularımız çox aktual mövzulardır. Bəli, Əkbər müəllim, qeyd elədiyiniz kimi, hörmətli həmkarlarım çox qəşəng, geniş şəkildə bunları izah elədilər. Bildirmək istəyirəm ki, bu məsələlər rast gəlmiş şəxslər ən çox, nədənsə praktikada qadınlar daha çox rast gəlir. Hər bir halda bu ailənin hər bir üzvü ola bilər. Bəli, ola bilər, təbii ki, ola bilər. İndi mən sadəcə praktikadan deyirəm ki, Hətta beynəlxalq təşkilatlar baş verir. Bəli. Forum keçirildi, forumda da qeyd elədilər. Ki, kişilərdə də olur. Bəli, hətta praktikamda bir dəfə kişi də olub. Ən çox sadəcə çoxluq təşkil edir. Kişi ifadəsi gedəndə belə gülümsüyorsunuz. Kişi məruz qala bilməzmi? Yox. Bir var ki, bir qayda olaraq qadınlar məruz qalır. Bir də var ki, istisna hallarda kişilər bəli, məruz qalır. Ən çox qadınlarda rast gəlinən hallar olur. Elə demir, psixologiya deyir ki, qadın sən şiddətə məruz qalmısansa, əks tərəfdə də sən şiddət göstərir demir. Yəni ki, özünü müdafiə eləməlisən. Müdafiə olanda bəlkə də o şiddətə çevrilir, amma sərhəd var. Bəli. Deməli, bu vəziyyətdə məruz qalan şəxslər barəsində gərək ki, onlar icra hakimiyyətlərinə, müəyyən icra hakimiyyətinə öz yaşadıkları yer üzrə müraciət edirlər və onlar qısa müddətli mühafizə orderləri alırlar. Qısa müddətli mühafizə orderləri ilə bağlı tamaşaçılara istəyirəm məlumat verim. Yəni, bu nədən ibarətdir? Qısa müddətli mühafizə orderləri fiziki və yaxud psixoloji vəziyyətlə əlaqədar olaraq məişət zorakılığına məruz qalmış şəxslərə qarşı digər onu tətbiq edən şəxslərin müəyyən qadağalar müəyyən olunan bir aktdır. Həmin aktə əsasən onun üçün müəyyən bir məhdudiyyətlər nəzərdə tutulur. Bəli, orada xəbərdarlıqlar olur. Belə ki, biz onları icra məmuruna həmin akt qəbul olunandan sonra icra olunması üçün icra məmuruna göndərilir və həmin aktda müəyyən psixi zorakılığın tətbiq olunması, fiziki zorakılığın tətbiq olunması, uşaqlara hətta münasibətdə hansı qaydada tənzimlənir və ailə məişət münasibətlərində birgə yaşayış qaydalarına riayət olunması məsələləri tənzimlənir ən çox. Əgər deməli bu vəziyyətdə belə bu ilə bağlı həmin məişət zorakılığını törətmiş şəxs dəvət olunur, ona yazılı xəbərdarlıq olunur. Əgər həmin şəxs yenidən əməl edəməzsə bu məsələlər davam edərsə, onun barəsində uzun müddətli mühafizə orderi də tətbiq oluna bilər. Uzun müddətli mühafizə orderləri artıq məhkəmələr tərəfindən tətbiq olunur, müddəti daha uzun olur. Eyni zamanda, deməli, xanımların bir şey bildirmək istəyirəm ki,
Bəzən, məsələn, biz belə hal-hazırda müraciət olunanda mən məsləhət görürəm ki, müvafiq icra hakimiyyətlərinə müraciət eləyin. Xanımlar deyir, yox, onun bunun təsiri olmadı. Amma mən sizə bildirmək istəyirəm ki, həmin vaxtı gedəndə hər bir xanımın nəzərində olsun ki, hər hansı bir sübut təqdim eləməlidir dövlət orqanına. Biz müvafiq icra hakimiyyətinə müraciət edib deyə bilmərik ki, qarşı tərəf şəxs mənə hər hansı bir söz dedi. Bəzən, məsələn, xanımlar faktiki olaraq onlara zərbə yetirilməklə və yaxud da fiziki qaydada psixoloji artıq həddindən artıq psixoloji vəziyyətlə bağlı məruz qalırlar məişət zorakılığına, amma onun sübutunu aparıb təqdim eləmirlər. Buradan səslənirəm xanımlara ki, gedəndə sübutları özlərindən aparsalar. Eyni zamanda kişilərə də səslənir. Bəli, kişilərə də səslənirəm. Bütün, yəni hətta ola bilər bu atalar olsun, analar olsun, təəssüf halindən qeyd edirəm ki, bəzən bu düzdür, bizim cəmiyyətə yaraşmaz hallardır. Bəzən amma rast gəlirik. Gedəndə bütün sübutları təqdim eləsinlər ki, müsbət nəticə əldə eləsinlər. Aydındır. Hörmətli tamaşaçılar, biz qanun və icra proqramı olaraq hər zaman söyləmişik, bugün onun təkrarıdır. Biz məişət zorakılığının əleyhinəyik, döyməni və işgəncənin əleyhinəyik. Leyla xanım, digər belə deyək də, çox dəyərli vəkillərimiz fikirlərini paylaşdı. Ümumiyyətlə, belə deyək ki, məişət zorakılığına məruz qalmış şəxs ilkin addımı hüquq mühafizə orqanları, icra hakimiyyəti, prokurorluq orqanları, məhkəmə, ərizənin forması, yazdırması, qətnamə və qətnamənin icrası ilə bağlı. Buyurun. Mən də öz növbəmdə salamlayıram həm verilişimizin iştirakçılarını, həm tamaşaçılarımızı. Çox sağ olun dəvətinizə görə Əkbər müəllim. Deməli, məişət zorakılığına məruz qalmış şəxs təbii ki, belə kritik bir vəziyyətdə ilk müraciət etməli olduğu ünvan 102 Daxili İşlər Nazirliyinin 102 xidməti olmalıdır. Çağrı xidməti olmalıdır, bəli. Və bəzi hallarda ola bilər ki, məcbur qalıb yaşadığı evi tərk etmək məcburiyyətində qalmış olsun, həm bu məişət zorakılığına məruz qalmış insanlar və onlar bilməlidirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin müvafiq filialları var, hansı ki, onlar bu sosial xidmətlər göstərirlər, insanlara sosial yardımlar göstərirlər. Öz yaşadıkları ərazi üzrə ən yaxın olan hansı mərkəzdirsə, hansı filialdırsa, həmin Sosial Xidmətlər Agentliyinin tabeliyində olan və ora üz tutmalıdırlar. Çünki ola bilsin ki, onların müvəqqəti bir müddət sığınacağa ehtiyac olsun. Yəni, bu insan evini tərk edib, aydın məsələdir ki, çıxarkən özü ilə ola bilər ki, çox bir əşyalarını götürə bilməyib. Yəni, gündəlik istifadə əşyalarını bəli, zəruri əşyalarını götürə bilməyib. Yəni, bir müddət o insanların sığınacağa ehtiyac ola bilər və bundan sonra artıq hüquqi, həmin qurumlar eyni zamanda onlara hüquqi xidmətlərin göstərilməsinə köməklik edirlər. Məişət zorakılığına məruz qalmış şəxslərin hüquqlarının hansı qaydada müdafiəsi təmin oluna bilər? Bəli, onlar, yəni onlara hüquqi yardım kimi belə bir yardım göstərilir ki, onlar deməli ilk növbədə icra hakimiyyəti orqanlarına müraciət etməlidir. Eyni zamanda əgər onlara qarşı törədilmiş əməllərdə cinayət yaxud inzibati xəta tərkibi varsa, yəni bu halda hüquq mühafizə orqanları bu məsələləri araşdırmalıdır və müvafiq qiymət verməlidir. Əgər cinayət tərkibi varsa, bunu polis və prokurorluq orqanları araşdıracaq və eyni zamanda bu tərkiblər yoxdursa, yəni yerli icra hakimiyyəti orqanları və adətən məişət zorakılığına məruz qalmış şəxsin yaşadığı yerin icra hakimiyyəti orqanı, tutaq ki, Yasamal rayonunda yaşayır, Yasamal rayon icra hakimiyyəti orqanına müraciət eləməlidir və öz müraciətində bildirməlidir ki, o hansı zorakılıq hərəkətlərinə məruz qalıb və Pürzə xanım da qeyd elədiyi kimi əlində olan bütün sübutlarını təqdim eləməlidir. Bəli, öz üzərinə düşür və 102 xidmətinə müraciət olunan zaman adətən məsələn, əgər döymə varsa, xəsarət varsa, ekspertizaya göndərilir və o ekspert rəyi önəm daşıyır da. Artıq orada xəsarətin dərəcəsi müəyyən olunur, yaxud xəsarətin dərəcəsi müəyyən olunmasa da təsdiq olunur ki, döymür. Belə başa düşürəm ki, əgər ekspertin rəyi mövcudsa, 128-ci maddə ilə, yəni yüngül xəsarətlə bağlı cinayət başlayır. Bəli, amma ola bilər ki, yüngül xəsarətə düşməsin, yenə də orada döymə izləri aşkar olsun. Bu bir sübut əhəmiyyəti. İnzibati münasibətlərə gəlsin. Bəli, sübut əhəmiyyəti kəsb edir ən azından ki, yəni yerli icra hakimiyyəti orqanı yaxud polis, prokurorluq və s. həqiqətən görür ki, bu insan həqiqətən məişət zorakılığına məruz qalıb. Ən azından fiziki tərəfini görür. Biraz psixoloji zorakılığı sübut eləmək çətin olur. Məsələn, məhkəmə qərarlarından birində belə bir psixoloji zorakılıq kimi qəbul olunan belə bir məsələ var idi. Deməli, keçmiş ər-arvaddılar və ər hələ də arvadına qarşı zorakılıq törətməyə davam eləyir. Məsələn, o keçmiş arvadını məhkəməyə verib ki, o şübhələnir ki, o xanım öz atasının qızı deyil.
Yəni o test keçirilməsini tələb eləyir və məhkəmə bunu Amma bu ona qarşı subyektliyi yoxdur məsələ ilə. ona qarşı psixoloji təzyiq kimi qəbul elədi məhkəmə bunu, o cür qiymətləndirdi və ali məhkəməyə qədər də bu cür qüvvədə qaldı. Yəni bu psixoloji zorakılıq biraz sübut eləmək dediyim kimi çətin olur, amma məhkəmə qiymətləndirir də, orada müəyyən məsələləri qiymətləndirir və onu psixoloji zorakılıq. Bununla bağlı bir şey qeyd etmək istəyirəm. Demək olar ki, Azərbaycan Respublikasının bununla bağlı məişət zorakılığına qarşı mübarizə haqqında qanun, eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, eyni zamanda İnzibati Xətalar Məcəlləsində müvafiq normalarda kimlər hara müraciət etməlidir və onların tənzimlənməsi, prosessual məcəllədə məhkəmə orqanlarında da müraciət və tənzimləmə tamamilə kimlər bunu müraciət edə bilər və sair bunlar artıq əhatə olunub. Əsas mən əhaliyə yəni müraciət etmək istəyirəm. Təkcə burada fiziki və psixi və iqtisadi zorakılığa məruz qalan şəxsin özü yox, eyni zamanda müxtəlif qurumlar var, qeydi təşkilatları var, eyni zamanda məsəl üçün tərbiyə təhsil müəssisələri var, təhsil ocaqları var, sağlamlıq ocaqları var. Bax, yəni siz ifadə işlədiniz, məsələn, iqtisadi belə deyək də, işgəncə, zorakılıq. zorakılıqla Elə bağlı. gedirlər, bəli. Kitabda elə yazılır. Amma biz kitab dilindən yox, biraz insanların başa düşür dildə deyək. onu indi izah eləyərik yəqin ki, növbət çatanda. Yəni digər fikirləri varsa buyurun. Buyurun. Əsas qulaq asan, dinləyən kütlənin başa düşməsi üçün, yəni bu hər bir vətəndaşın borcudur. Biz keçən də bir forumda iştirak etdik. O forumda beynəlxalq tədbirdə hətta dövlət, bizi Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının nümayəndələri də orada iştirak etdi. Çox mən maarifləndim və istərdim ki, insanlar da maariflənsinlər. Orada bir xanım gözəl çıxış elədi. Çimnaz xanım, sizin kimi vəkillər burada qanun və icra proqramında yəni bu hər bir kəsin vətəndaş borcudur. Orada bir xanım qeyd elədi ki, biz bir kəndə girdik, kənddə gördük ki, 2 dənə bacı bir evdə sahibsiz, xəstə şişəs yataq şəraitində qalır. Yəni bunu təkcə icra nümayəndəliyi niyə bilməsin? İcra nümayəndəliyinə o sözü gedib kim deməlidir? Qonşu deməlidir ən azından ki, bilməlidir ki, burada belə bir xəstə var, bunun doğrudan da yardıma ehtiyacı var. Aydındır. Yaxud da ki, onların hər hansı bir iqtisadi zorakılığa, psixi zorakılığa, insan da onun məhdudiyyətləri var, əlilliyi var, imkanı yoxdur harası bunu eləməyə. Yəni bunu hər bir vətəndaş öz üzərinə, biz vətəndaş borcu kimi biz bunu bilməli və yerinə yetirməliyik. Aydındır. Bizim bir reklamımız var. Reklama qayıdaq, sonra mövzumuz davam etdirək inşallah. Şərur MTK-nın baş sponsorluğu Cihan Seylon çaylarının Woodsoft mebel evinin sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25 min manat, təmirsiz üçün 5 min manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şirlanka gəlir və Şirlankanın Cihan Dogazal çayları artıq ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur. Woodsoft artıq 3 ildir peşəkar mebel istehsalı ilə xidmətinizdədir. Restoranlar, obyektlər, evlər və villalar üçün xüsusi dizayna uyğun mebellər hazırlayırıq. Siz modeli seçirsiniz, biz isə onu zövqünüzə və interyerinizə uyğun şəkildə gerçəyə çeviririk. Premium yumuşaq mebel, mətbəx və kabinet mebeli, restoran və obyekt dizaynı, ev və villalar üçün fərdi interyer mebeli, rəng, ölçü və dizayn tam sizin seçiminiz, yüksək keyfiyyət və uzun ömürlü materiallar, müntəzəm endirimlər, Woodsoft, hər bir detalda təbiilik və rahatlıq. Şərur MTK-nın baş sponsorluğu Cihan Seylon çaylarının Woodsoft mebel evinin sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edir. Yüzillərdir çay deyəndə ağıla Şirlanka gəlir və Şirlankanın Cihan Dogazal çayları artıq
ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur. Tamaşaçılar, reklamlardan sonra bizim verişimiz devam edir. Mən hesab edirəm ki, bugün bizim baş sponsorumuz Şəhərin Mənzil Tikinti Kooperativinə öz minnətdarımı bildirirəm. Mən hesab edirəm ki, Şəhərin Mənzil Tikinti Kooperativindən kim ev almaq istəyirsə, ilk öncə hüquqşünaslarla, vəkilləri ilə yaxınlaşsın, müqavilənin şərtləri ilə tanış olsun. Təmir evlər ilkin ödənişi 25 min manatdır və təmir evlər belə deyək 5 min manat ilkin ödənişdir. Uzun müddətli müqavilə bağlayıb həmən Şəhərin Mənzil Tikinti Kooperativinin belə tikdiyi çox mərtəbələr evlərdə mülkiyyətə sahib ola bilərsiniz. Çay da bizim sponsorumuzdur, Cihan çayları bizim sponsorumuzdur, Cihan Seylon çayları bizim sponsorumuzdur. Mən hesab edirəm ki, biz Azərbaycanlı olaraq çaylara daha çox üstünlük veririk. Mən özüm də istifadə edirəm və istirahət edən zamanda çaylardan istifadə edirəm və hesab edirəm ki, Cihan Seylon çaylarından istifadə edə bilərsiniz. Yəni, çox keyfiyyətlidir. Mən bu günləri məişət zorakılığı ilə bağlı, belə deyək ki, biz pisləyirik. Döymədir, işgəncədir. Amma əfsər olsun ki, bugün cəmiyyətdə fərqli-fərqli üçün insanlar var. Bugün cəza çəkmə müəssisəsində istəyir qadın olsun, istəyir kişi olsun. Yetərincə, belə deyək, bu və digər formada cəza çəkən insanlarımız var. Məsələn, bax, Çimnaz xanım da söylədi, Leyla xanım da söylədi, mən orderlərin verilməsi, döymə və belə deyək ki, işgəncə. İşgəncə əgər Cinayət Məcəlləsinin 310-cu maddəsindən tənzimlənirsə, cəzası 7 ildən 10 ilə qədərdir. Amma inzibati münasibətlərə girdikdə o tamamilə fərqlidir. Orada 2 ay qədər həbsi var. Mən bu gün qeyd eləmək istəyirəm, əgər bir ailədə, əgər qadın və yaxud ər və kimsə ailə üzvü olaraq yüngül xəsarətlə nəticələnən əməl varsa, ekspertin rəyinə uyğun olur. Cinayət Məcəlləsinin 128-ci maddəsindən tənzimlənir. Məsələn, orada 5 dənə sanksiya var, 127 var, 126-cı maddə var. Yəni, vurulan xəsarətlə bağlıdır. Bu problemlər yaranır. Buyurun. Çox sağ olun, deməli. Burada bayaq o məişət iqtisadi xarakterli zorakılıq, bir onu deyim, sonra sizin sualınıza keçərəm. Yəni, iqtisadi xarakterli zorakılıq da elə bu, yəni fiziki bir dəfə iqtisadi xarakterli. Şəxs bu ailə ortamında olan yaxın qohumlar, arvada ya da arvad adına olan əmlaklarından istifadə eləməyə, məsələn, istifadəsində, sərəncamında, mülkiyyətində olan əmlakdan yetərli istifadə eləməsinə maneçilik törədir. Onun gəlirlərindən özü istifadə eləməsinə maneçilik törədir, icazə vermir, asıllıq yaradır. Bax, bunlar hamısı iqtisadi zorakılığın elementləridir. Yəni, olur, belə şeylər də çox olur ailələrdə. Məsələn, ola bilərmi ki, belə düşünmək olar ki, məsələn, bir gəlin evə buraxılmır, qaynana evə buraxılmır, ata evə buraxılmır, ana evə buraxılmır, o, belə deyək də, mülkiyyətində olan evdə istifadə edə bilir. Bax, bu da yenidən məişət zorakılığını çevirə bilər. Ola bilər elementi olsun, bəli. Sizin dediyiniz məsələ ilə də bağlı, bəli. Demək, nəyi demək istəyirəm, amma hansı ki, yəni bunu ayırmaq. İnzibati xəta ilə, İnzibati Xətalar Məcəlləsində tutaq ki, məişət zorakılığı ilə bağlı maddələr tənzimləyir. Məsələn, 157, 158-ci. Əgər orada artıq, məsələn, döyülmənin dərəcəsindən, xəsarətin dərəcəsindən, dərəcə əgər müəyyən olsa, tutaq ki, yüngül dərəcəli xəsarət, az ağır, ağırsa artıq bu cinayət qanunvericiliyi ilə tənzimlənir. Yox, döymədir, məsələn, fiziki təzyiq, məsələn, boğma, məsələn, bir yəni səhhətə müəyyən dərəcədə xəsarət yetirilmədən ağrı yetirməklə nəticələnibsə, bu artıq İnzibati Xətalar Məcəlləsi ilə yetirilir. Gəlin qapını bağlayır, qaynana evə buraxmır. Bu da işgəncənin bir növüdür. Qalır yağışda, yağış yağır, hava soyur. Psixolojidir o, psixi. Məsuliyyətlə bağlı məsələdir. Bəli, o psixi zorakılığın, yəni bir artıq, yəni, bəli, buyurun. Bir şey demək istəyirəm, üzr istəyirəm. Deməli, qeyd elədiyiniz məsələ ilə bağlı təəssüflər olsun ki, praktikada da bu çoxdur.
Deməli, yəqin ki, vəkillərin hamısının praktikasında olub. Məsələn, qaynana var ki, hansı ki, özünə məxsus evdir, mülkiyyətçisi qanunla özüdür. Yəni, adına çıxarış var, qanunla özüdür. Amma buna baxmayaraq, gəlinin tərəfindən oğul artıq rəhmətə gedib, gəlinin tərəfindən, halbuki gəlin orada hələ yəni, mülkiyyət sahibi deyil. Bu ilə bağlı evə buraxılmır, problemlər yaranır. Biz bu ilə çox rastlaşırıq. Hətta, məsələn, var ki, qaynana ki, müraciət edir ki, mən evdə qalmıram, deyirəm, get qal, müraciət edildi, vəkilə bizdən məsləhət alır. Deyir ki, mənə mesajlar yazır, sən gəlsən, mən bunu eləyəcəm. Düzdür, bu ilə bağlı çox təəssüflər olsun ki, çox vaxt hüquq mühafizə orqanlarına müraciət eləmədə həm çəkinirlər, həm bilmirəm, utanırlar. Bəlkə də bizdə indi biraz cəmiyyətimizdə bu ədəb, ərkan məsələlərinə çox önəm verilir. Amma mən həmişə qeyd edirəm, bu ilə bağlı müraciət edən hər kəsə deyirəm ki, bu sizə göstərilən psixoloji bir artıq məişət zorakılıqdır əslində mənə görə. İndi bu mənim subyektiv fikrimdir. Ki, bunun özü də bir məişət zorakılığıdır. Sən paltarları orada qalmış qadın gedib paltarını götürə bilmirsə, öz mülkiyyətində olan evdən evə buraxılmır. Təbii ki, bunun qanunla yolu var. Təbii ki, bu mülki məcəllərlə tənzimlənən məsələdir. Məsələn, mülki məcəllərin 152-ci maddəsi var ki, hansı ki, mülkiyyətçi öz mülkiyyətində olan əmlakdan rahat şəkildə, sərbəst şəkildə istifadə eləməlidir. Məsələn, mənim praktikamda mülkiyyətçi tərəfindən biz iddia qaldırıb müəyyən şəxslərin evdən boşaldılmasını eləmişik. Amma qeyd elədiyim kimi, indi bizim cəmiyyətdə bəzən bu şeylərə riayət eləyirlər, önəm verirlər. Ona görə də, yəni, biz buradan bildirək ki, qoy insanlar bilsinlər, əgər hər hansı bir şəxs sizi əmlakınız olan əmlaka buraxmır, nə bilim, evə buraxmır, hər hansı bir atanı mı, ananı mı, gəlin də ola bilər burada. Gəlin var ki, hansı ki, uzaqlaşdırılır, öz əmlakından, yəni cehizindən istifadə eləyə bilmir. Bunun özü də məişət zorakılıqdır. Mən yəni belə hesab edirəm. Leyla xanım, ümumiyyətlə, müəllim, şagird işə götürən işçi arasında bu münasibətlər ola bilərmi? Xeyr, ola bilməz. Çünki bu adından da göründüyü kimi məişət zorakılığı və bir evdə yaşayan, bir ortamda yaşayan insanlar arasında, hansı ki, bu insanları cəmiyyət görmür də. Yəni, orada baş verən qanunsuzluqları cəmiyyət görmür. Ancaq onların öz arasında olur deyə. Burada da elə bir evdə yaşayan insanlardan biri bu vəziyyətdən istifadə edir, sui-istifadə edir. Biri məruz qalır, biri istifadə edir. Bəli, bu vəziyyətdən sui-istifadə edir ki, onsuz da heç kəs görmür, bilmir. Yəni, bu ailə daxilində, evin içərisində olan. Hətta təəssüf ki, yəni, bizdə bir çox hallarda görürük ki, qonşular belə səsi eşidir, yaxud harasa xəbər vermir hüquq mühafizə orqanlarına, yaxud müdaxilə eləmir, ən azından gəlib bir qapını döyə bilər, nə baş verir, salamatçılıqdır, belə hər hansı bir ciddi cinayətin qarşısını ala bilərlər. Bəli, qarşısını ala bilərlər, olduqca ciddi cinayətin qarşısını ala bilərlər. Hətta çox təəssüf ki, belə bir hallar da təəssüf ki, olub ki, məsələn, polis əməkdaşları belə görürsən ki, çəkinir ki, bu ailə daxili məsələdir. Halbuki o cinayətlə nəticələnə bilər, insanın həyatdan məhrum olması ilə nəticələnə bilər. Yəni, bu ailə daxilidir deyə, ora müdaxilə eləmək olmaz deyə bir şey yoxdur. Əgər orada bir problem varsa, onun qarşısını almaq lazımdır. Bu bizim bir vətəndaş kimi borcumuzdur. Buyurun, Kəmal xanım, istəyirəm. Bəli. Demək, bizə müraciət edəndə şəxslər, yəni ailədə baş vermiş bu vəziyyətlərlə bağlı müraciət edirlər, məsləhət almağa gəlirlər. Əgər orada mən araşdırıram, əgər orada vəziyyət çox kritikdirsə, artıq mən buna məsləhət verirəm, nə etmək lazımdır. Amma onları öz ailələrində, mən nəyə görə həmişə çalışıram ki, bu daha çox ailə öz arasında bu məsələləri həll eləsin. Məsələn, bir yerdə yaşayan ər-arvaddırsa, bunları həll etmək daha asan da olur. Məsələn, ayrılmış ər-arvadlar keçmişdə bir yerdə yaşayıblar, bundan istifadə edərək zorakılığa məruz qalır, qoyur şəxsi. Məsələn, bu məsələlər baş verir, ta ki, birgə nigahdan əldə doğulmuş uşaqların üzərində bəzən hüquqların həyata keçirilməsinə görə ya keçirə bilmir hüquqlarını, ya nəysə artıq başlayırlar zorakılıq hərəkətləri eləməyə. Məsələn, həm fiziki, həm psixoloji. Onda mən fikirləşirəm ki, bunun ancaq bir yolu var. Ya bunun axırı gətirib cinayət əməli törətməsinə gətirib çıxara bilər. Bunun qarşısını alınmaq üçün həmişə deyirəm ki, əgər doğrudan da dözülməz haldısa, həm fiziki hal baş verir, həm psixoloji, onda bayaqları söhbətdə də həmkarlarım qeyd etdilər, bunun yollarını izah edirik ona ki, ilk növbədə sən yerli icra hakimiyyəti orqanına, yəni polis orqanına şikayət eləməlisən. Yəni, nəyi demək istəyirəm, Əhbər müəllim? Söhbət ondan gedir ki, biz həmişə, mən şəxsən özümə görə deyirəm, bu məsələləri, bilirsiniz, bir ailədə əgər qohumlar arasında bu məsələlərin həll olmasını mən çalışıram ki, öz aranızda həll eləyin. Nəyə görə? Maarifləndirmək lazımdır insanları. Amma İnsanları maarifləndirmək lazımdır. Mən sizə 100% əmin eləyə bilərəm ki, əgər bir münaqişə varsa, vətəndaşlar öz arasında bu münaqişəyə dək, münaqişənin səbəbləri, əlaqələri, bunların öz arasında həll olunması qeyri-mümkündür.
Mən hələ bugünə qədər elə bir adam tanımıram ki, bax siz vəkillər də təsdiq edə bilərsiniz ki, acı bu uşaqla ünsiyyət məsələsi, atada qalıb, anada qalma ilə bağlı və vaxtında görüşünün bu və digər formada təsdiq edilməsi ilə bağlı problemlə var. Problemlər yaşayırıq. Məsələn, bu günlər biz belə deyək ki, küçədə insanlar var ki, məsələn, belə deyək ki, qeyri-etik hərəkət edəndə o münasibətlər artıq xurqanlıqla tənzimlənir. Bu günlər məişət zorakılığına məruz qalmış insanlar, bax, efir arxasında söyləyirəm və çağırış edirəm. Əgər bizi dinləyən şəxslər diqqətlə qulaq asın, əgər ailənizdə, qonşuluğunuzda məişət zorakılığına məruz qalmış insanlar varsa, bizim nömrələrimiz var. Əlaqə saxlayın, biz vəkil olaraq sizə hüquqi cəhətdən yardımımızı əsirgəməyəcəyik. Buyurun. Elə indi söhbət ondan gedir ki, üzr istəyirəm. Buyurun. Məsələ burasındadır ki, elə sizin dediyiniz məsələlər ən çox, yəni bu məişət zorakılığı ən çox elə ər-arvad ya da ki, keçmiş ər-arvad arasında ən çox baş verir. Ailə üzvlərdə, gəlin qaynana, qaynata, onlar qardaş arasında bala. da baş verir. Ən çox biz rast gəldiyimiz onlardır. Elə təsadüfi deyil ki, yəni qanunvericilik də onu tənzimləyir. Qısa müddətli orderin verilməsi, sonra uzun müddətli orderin verilməsi. İndi həmkarlarım da məsələn bağlı fikirlərini. Hətta orada maraqlı bir məsələ var ki, zərər çəkmiş, yəni təqsirli deyək, İnzibati Xətalar Məcəlləsində təqsirli sözü istifadə olunur. Bir də ki, zərər çəkmiş şəxs. Yəni təqsirli şəxsə xəbərdarlıq olunur, icra hakimiyyəti tərəfindən xəbərdarlıq olunur. Buna baxmayaraq yenə davam elətdirir. Bu zaman əgər yenidən davam elətdirilirsə, artıq ona sübutlar toplanılıb, yerli icra hakimiyyəti dedikdə, yerli icra hakimiyyəti, yəni xanım da bayaq göstərdi, ta ki Nəsimi rayon icra hakimiyyətinə şəxs müraciət eləyir, əlində sübutlarla ki, ona həqiqətən bu fiziki zorakılıq olunub. Yəni dəfələrlə polis orqanına şikayət eləyib, dəfələrlə xəbərdarlıq olunub, amma bu adam yenə öz hərəkətlərindən qalmır. Ondan sonra icra hakimiyyəti ona demək qısa müddətli order verir. Qısa müddətli order, yəni uzaqlaşdırma. 60 günə qədər, adətən 30 gün verirlər. Uzaqlaşdırma orderi verilir. Qoy fikrimi tamamlayayım. Buyurun. Uzaqlaşdırma orderi verəndən sonra da həmin şəxs yenə də öz hərəkətlərini davam elətdirirsə, artıq burada məhkəməyə müraciət etmə mərhələsi gəlib çıxır. Uzaqlaşdırma orderi alınması üçün. Aydındır. Bunun da qaydası var. İndi imkan versəz, yəni ki, izah edərik. Yox, digər şəxslərin fikrini alaq da. Bəli, buyurun. Mən demək istəyirəm ki, bax, məişət zorakılığı deyəndə ər-arvad arasındakı münasibətlərin kritik həddə çatdığı nigahın pozulması nəticələnir. Amma problem odur ki, bacı qardaş, ata-ana arasında olanda bu məsələ həlli yekunda cinayət formasına çevrilə bilər. Onu demək istəyirəm. O sizdən danışırsınız, buyurun. Bəli, tamamilə doğrudur. Buyurun. Hətta Əkbər müəllim, son vaxtlar həmin sonuncu bizim olduğumuz, bizim daha doğrusu vəkillərin gündəlik rast gəldiyimiz və o beynəlxalq forumda və bizim dövlət orqanlarının iştirak etdiyi sonuncu bizim iştirak etdiyimiz tədbirdə də bunu qeyd elədilər. Deməli, uşaqların valideynlərlə görüşü məsələsində də müəyyən zorakılıqlara rast gəlinir. Bu çox acınacaq haldır. Çünki körpələr bizim ailələr dağılarkən ana ilə qalırsa da, aliment kəsilir və uşaqla görüşə ana icazə vermir. Və yaxud da uşaq ata ilə qalırsa da və uşağın ana ilə görüşünə icazə verilmir. Yəni, qanun tərəfindən yox, hər bir fərdi şəxsin özünün tərəfindən. Bunun özü bir böyük bir psixoloji gərginlik və psixoloji bir pozğunluq. Yəqin ki, mən elə gəlir ki, gələcəkdə də bu bir növ tənzimlənəcək. Çünki icrası mümkün olmayan... Yəni, bu məlumatsına rələ gəliyorsa hüquq bilməkdən. Yox, xarakterdir. Mən deyim ki, belə deyə bilərəm ki, əslində qanunun onlara verdiyi imkandan sui-istifadə yaranır. Yəqin ki, bu müəyyən müddət dövründə bunu artıq, məsəl üçün, mən şəxsən bir işə çıxırdım, hakim mənə apellyasiya dedi ki, siz elə bilirsiniz ki, bu qətnamənin çıxaracaq icra olunacaq, doğrudan da icra olunmur. Söhbət o qətnamənin icrası hissəsindən getmir. Uşaqların valideynlik hüququndan normal qidalanmaması və cəmiyyət üçün yetişən uşağın artıq yararlanması və onun psixi gərginliyi üçün həmin travma ilə böyüməsi. Yəqin ki, bunun üçün qanunumuz da bir şey daşırıb düşünəcək yuxarıda oturan orqanlar, o cümlədən biz vəkillər də biz bilirsiniz ki, qanunun yaradıcı... Xatırlayırsınız, biz sizinlə bir fikrim var sapardıq, yəni 2-3 il bundan qabaq. Əgər valideynlərdən birinin himayəsində uşaq qalıbsa, digər şəxs aliment ödəyirsə, uşağın görüşməsinə mane yaradan tərəf, istəyir kişi olsun, istəyir qadın olsun, aliment hüququ məhdudlaşdırılmalıdır. Və digər hüquqlar da məhdudlaşdırılmalıdır. Mən bu subyektiv fikrimdir. Bəli, elə bizə müraciət edənlər, bizə nə deyirlər? Deyirlər ki, o aliment vermirsə, mən də uşağımı göstərmirəm.
Doğrudan belə hallara Və rast yaxud gəlir. verirsə, Əksinə, Kəmilə xanım, alimenti də alır, ancaq uşağın görüşməsinə icazə verilir. Belə hallar da var, Sərata tərəfdən, Çimnaz sərata xanım. tərəfdən. Bəli, Yəni hallar da bunun var. özü həmin o Bax, bununla müzakirədə, bağlı məsuliyyət istəyirəm ki- bununla bağlı heç bir məsuliyyət yoxdur məsələ burasında. Elə söhbət Məsələ bilirsiz nədən burasındadır. gedir? Qoy bunu deyim, elə söhbət nədən Orada gedir? uşağın yəni normal yetişməsinə normal şərait yaranmır və qanunda da bu hissədə bir Çimnaz və xanım. qeyd olundu ki, həmin orada gələn nümayəndələrdən biri çox gözəl kişi idi özü də qeyd elədi ki, biz kişilər də biz bu psixi təsirə məruz qalırıq. Düz deyir, həmin uşaqların hüququndan məhrum olunur. Orada da uşaq varsa qalacaqlar. Bəs söhbət yox. Orada bax uzun müddətli order var ha, məhkəməyə ərizə ilə müraciət edirlər. 180 gün. Müddətli order alında, orada məhkəmə 3 gün ərzində ona baxır və qətnamə çıxardır. Orada bəli, qətnamədə nələr göstərilir? Hə bax uşaqlarla görüş məsələsinə toxunulur orada. Hətta görüşə icazə verilmirsə uzaqlaşdırılır, telefon zəngi qadağan olunur, o evə girməli bir yerdə. Hətta uşaqlarla yaşayışa məhdudiyyət qorulur, necə görüşməlidir. Yəni gör nə dərəcədə çıxıbdı vəziyyət. Bəli, münasibətlər. Bəli, söhbət nədir? Orada artıq yenə də məhrumiyyətlər varsa, məsələn, davam eləyirsə, təkrar törədirsə, mühafizə orderinə baxmayaraq yenə davam eləyirsə, hətta o valideynin hüquqlarından məhdudlaşdırma, məhkəmə ilə bağlı artıq vəziyyət, bəli, şərt yaranır artıq. Amma Ailə Məcəlləsinin 64-cü maddəsində valideyn hüququnun məhdudlaşdırmasının 7 hal mövcuddur. O hallardan biri elə cinayət və digər ailə cinayət törətdiyi təqdirdə. Buyurun Leyla xanım, buyurun Füzə xanım, buyurun. Adətən mən öz praktikamda görürəm ki, məsələn, xanımlar sözün açığı daha çox əslində istəyirlər uşaqlarının atası ilə ünsiyyətdə olmağını. Hətta bəzən ata özü soyuq yanaşsa belə, ana çalışır ki, uşaq atası ilə ünsiyyətdə olsun. Mən daha çox belə görürəm. Sadəcə hansı hallarda görürəm ki, xanımlar bunu istəmir? Məsələn, bilirlər ki, o ata öz valideynləri ilə yaşayırsa, bilir ki, orada hansı mühit var, uşağa hansı zərərli, orada, məsələn, uşağın qidalanmasında zərərli qidalardan istifadə edirlər, yaxud uşağın əlinə telefonu verirlər ki, yəni bu uşaqla vaxt keçirmək anlayışları bundan ibarətdir. Maddi belə maraq yaradırlar. Yox, onu demək istəmirəm. Yəni məsələn, adətən xanımlar uşağın qayğısına qalır da. Onlar bilir daha çox, məsələn, uşağa nələr olar, nələr olmaz, nə yemək olar, nə. Onu ana daha yaxşı bilir. Telefona çox, bəli, adətən və bilirlər ki, o gedib o ailədə uşağa telefon verəcəklər ki, çox səs-küy eləməsin, sakit dursun, dinc otursun. Yəni məsələn belə bir hallar olanda istər-istəməz ana da istəmir ki, uşaq getsin. Yəni uşağın belə hər hansı bir ailədə qalması, ya atada yanında, yəni belə iki tərbiyə arasında qalır da. İki qayğı və iki nəvaz arasında qalır. Yəqin ki, bu bizim ailə modellərimizdə daha çox uşağın tərbiyəsi ilə ananın məşğul olmasından irəli gəlir ki, ana fikirləşir ki, bir gün, 2 gün ərzində uşaq ondan kənarda qalanda istər-istəməz həqiqətən də baxımsız qalacaq, yəni zərərli müəyyən şeylərə məruz qalacaq. O cəhətdən istəmir. Yaxud olar. Mən belə hesab edirəm ki, adətən elə düzgün yanaşma deyil, çünki uşağın formalaşmasında bu hər iki valideynin mütləq borcudur. Həm vəzifəsindən də borcudur. Həm vəzifəsindən borcudur, həm də uşağın o müəyyən keçid dövrləri var ki, atanın daha böyük rolu var. Ona görə də o yəni bu nə demək istəyirəm? Bu psixi pozğunluqla, gərginliklə bağlı uşaqlar idarə olunmamalıdır. Yəni bunu hər bir kəs başa düşməlidir ki, dərk eləməlidir ki, bu belə olmamalıdır. Sözünə individual yanaşmaq lazımdır. Çimnaz xanım sözünə qüvvət. Mən bir şey demək istəyirəm. Deməli, mənim indi bu həyat şəraitimdən, vəkillik fəaliyyətimdən, icra məmur fəaliyyətimdən irəli gələn məsələ, deməli, uşaqların görüşü ilə bağlı çox düz dediniz. Psixoloji bilirsiniz harda təsir olur. Leyla xanım dedi, biraz mənim mövqeyim fərqlidir. Nəyə görə? Adətən rast gəlirik ki, analar icra məmurunun yanına gedəndə, dövlət orqanına gedəndə, bəli, biz görüş heç bir maneçilik öyrətmirik, biz Allahdan istəyirik ki, uşaq atası ilə görüşsün, çünki alimenti ala bilmir, problem yaranır. Bu səbəbdən, amma psixoloji olaraq uşaqları elə bir yöndə yönləndirirlər ki, o uşaq avtomatik olaraq bəlkə ürəyində o atasını istəyir. Bəlkə də o ilə vaxt da keçirmək istəyir. Amma elə bir situasiya yaradıb, elə bir psixoloji otuzdururlar ki, ata pisdir, nənə pisdir, baba pisdir, əmi pisdir. Yəni o qohumlar hamısı pisdir. Ona görə də uşaq inanırsınız ki, yəni bəli, psixoloji o uşağı elə bir formada yetişdirirlər ki, o uşaq bəlkə digər hər hansı bir yerdə görsə nənəni, babanı söyə də bilər və biz bunun canlı şahidi olmuşuq ki, nənə babanı uşaq hətta söyür. Amma yenə də məsləhət görürəm xanımlara ki, yəni bunu eləməsinlər. Nə bilim uşağa yaxşı baxmazlarmı, nə bilim telefonmu verərlərmi? Buna görə yox. Hər bir uşağın əlbəttə böyüməsində mən deyirlər bəzən oğlan uşağın, hətta düşünürəm ki, qız uşaqlar
uşaqlarının belə, qız uşaqlarının ən birinci qəhrəmanı atalarıdır. Yəni ona görə də oğlanların da tərbiyə alınmasında, oğlanların pis vərdişlərə qurşanmamasının, yəni qarşısını alan adam atalarıdır. Mən başa düşürəm, ailə dağılıb, münasibətlər pisdir, amma boşanmağın da bir mədəniyyəti olmalıdır. Mənə görə hər bir şeyin bir mədəniyyəti olmalıdır. Firuzə xanımla mənim sözüm, fikirlərim çox üstündə düşür və məhkəmə praktikasından və yaşadığımız həyat tərzi bizə bunu nəticə verir ki, xanımlarımız, yəni mən müraciət edirəm xanımlarımıza, ailə pozulan qadınlar, kişilər, əsasən də xanımlara müraciət edirəm. Yəni qanunun bir hissəsindən sui-istifadə etməsinlər. Cəmiyyət bir ailənin üzərində qurulur, dövlət bir ailənin üzərində qurulur. Ona görə də belə başa düşməsinlər ki, məişət pozğunluqlarının o qarşısının alınması ancaq kişilər haqqında tətbiq olunur, ailə üzvləri yox. Bu qadınlar haqqında tətbiq olunur və tətbiq olunacaqdır. Yəni bunu nəzərə alsınlar ki, biz hər birimiz Azərbaycan cəmiyyətinin düzgün inkişafı üçün ailənin inkişafını qoruyub saxlamalıyıq. Ona görə də yəni bu məişət pozğunluqları ilə bağlı təbii ki, bu dediyimiz, saydığımız məcəllədə olan istər cinayət, istər inzibati, yəni digər ailə üzvləri haqqında da tətbiq oluna bilər. Aydındır. Hər birinizə minnətdarımı bildirirəm. Bizə ayrılan vaxt yekunlaşır. Mən bu günləri qanun və icra proqramında bacardığım qədər sizlərlə, dəyərli ekspertlərimizə ümumiyyətlə məişət zorakılığı, məişət zorakılığına məruz qalmış insanların hüquqi cəhətdən maarifləndirilməsi ilə bağlı müəyyən izahlarımız oldu. Hörmətli tamaşaçılar, sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Kanun baş sponsorluğu Cihan Seylon çaylarının Woodsoft mebel evinin sponsorluğu ilə qanun və icranı izlədiniz. Özbaşına tikinti. Ev nə vaxt qanunsuz sayılır? Sənədsiz tikilən ev sökülə, satıla, bağışlana və ya miras qala bilərmi? Qanun nə deyir? Torpaq sənin deyilsə, tikinti sənə məxsus ola bilərmi? Mülkiyyət hüququ harda bitir? Özbaşına tikinti, qanunsuz evlər və hüquqi həqiqətlər. Qanun və icra proqramı biz yenə sizinləyək. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında. ARB-də. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şirlanka gəlir və Şirlankanın Cihan Doğazal çayları artıq ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur. Woodsoft artıq 3 ildir peşəkar mebel istehsalı ilə xidmətinizdədir. Restoranlar, obyektlər, evlər və villalar üçün xüsusi dizayna uyğun mebellər hazırlayırıq. Siz modeli seçirsiniz, biz isə onu zövqünüzə və interyerinizə uyğun şəkildə gerçəyə çeviririk. Premium yumuşaq mebel, mətbəx və kabinet mebeli, restoran və obyekt dizaynı, ev və villalar üçün fərdi interyer mebeli, rəng, ölçü və dizayn tam sizin seçiminiz, yüksək keyfiyyət və uzun ömürlü materiallar, müntəzəm endirimlər, Woodsoft, hər bir detalda təbiilik və rahatlıq.